Bəzən bir körpəni sakitləşdirmək üçün nə layla, nə oyuncaq, nə də qucaq kifayət edir. Amma qəribədir ki, bir anda işə düşən tozsoranın səsi, fenin uğultusu və ya avtomobil mühərrikinin ritmi onu sakitləşdirə bilir. Bir çox valideyn son illərdə körpə rahat yatsın deyə ona saatlarla bu səsləri dinlədir. Bəs bu səslər körpələr üçün niyə rahatladıcı təsir göstərir? Bu uğultular həqiqətən faydalıdır, yoxsa görünməyən risklər də var? Psixoloq İlahə Aslanova deyir ki, cihazlardan çıxan səslərin körpə üçün həm psixoloji, həm də fizioloji təsirləri var. Uşağın daha sonra daha səssiz mühitə doğulması onda bəzi narahatlıqlar yarada bilər. Yəni sinir sistemini stimulə etmiş olur və çox zaman körpələr, əsasən daha çox həssas olan körpələr və sinir sistemi daha tez yüklənən körpələrdə bu cür səslərlə erkən yuxuya getməsi görülə bilir. Kolik və ya qaz sancısı olan, yuxuya keçiddə çətinlik çəkən körpələrdə, səsə, işığa qarşı həssaslığı olan körpələrdə bu cür səslər nisbətən müsbət təsirlər göstərə bilər. Psixoloq qeyd edir ki, körpənin buna həddindən artıq məruz qalması yaxşı deyil. Çünki zaman keçdikcə körpə yuxuya getməyi və öz-özünü sakitləşdirməyi yalnız xarici səslərlə əlaqələndirə bilər. Bu isə sonradan bəzi problemlərə gətirib çıxaracaq. İlham Əkəliyeva, Xəbər Ertəsi.